Mən millət, dedim gəlin bir digər maşınlardan tanış eləyim sizi. Misal üçün almanların çox sevdiyi bir avtomobil modeli var. Mercedes'in kiçik ölçülü modelləri. 1850 avroya. Sonra Jeep Compass gəlir. 1.4 motor benzinlə təşkil olunub 72.000 probegdə də hal-hazırda. Qiymətini də görürsüz. 16.888 avro qiyməti var. Bu avtomobillər gördükləriniz hamısı artıq satılıb. Verkauft yazılıb üzərinə, yəni bu satılıb mənası verir. Volkswagen Golf 2 motor, 2 deyil bu, 1-2 motordur. 2015-ci ilin 93.500 probegdə bir Volkswagen daha var. Tiguan. Azərbaycanda kifayət qədər aktual modeldir. 2 motor benzin 2015-ci il 115.000 probegdə 14.999-a satılır. Bu Volkswagen Passat yenə Almaniyada kifayət qədər aktual avtomobillərdən biri hesab olunur. 109.500 kilometrdədir. 150 PS, 2 motor, dizel. Xüsusən də Passat deyəndə furqonlar nəzərdə tuturam. Mən hətta belə deyim, çox nadir hallarda burada normal sedan bir Passat görmüşəm. Bir çoxu bu tipdədir və avtobanlarda görəndə həqiqətən sürənlər bulardı bax. BMW-dən, Mercedes-dən çox sürənlər bulardı. Burada yenə bir Audi A5-dimi yoxsa bu A4 səhv etmirəmsə. Qiymətdəki 7.999, 8.000 avro. Salam əleykum.